Əsək külək yarə tərəf gətir mənə sorağını. Pəncərədən daxil olub. Daha nə? Ha. Büyünen biri sende 20'sidir. Gözüm aydın. Gözüm aydın yok. Daha büyüne pul söz vermişsin o kişi. Ha? Evet. Söz ağızdan çıkar. Bilirsən İsmail atalar nə deyir? Atalar ne diyeyim? Ne diyeyim atalar? Deyir ki, pul əl çirkidir. Atalar diye pul el çirkidir. Diyelim ki yani atalar da pülüyü ver. Pülüyü ha. Niye? Bilirsen niye diyeyim atalar? Ha. Çünkü bizim atalarımız da öyle bizi kimi kasım olurlar. Pulları olmuyor. Ona göre deyirlər. Ay bilmirəm atalar ne deyib, ne demeyib. Büyünləri mən pulum ver. Hə? Pul yox. Yani sadece deyirəm ki başımı xarab eləmə. Büyünləri mən kreditim var. Pulu gətir ver. Nə, sən boynuma götürmüşdün mən. Ay mən oyun oynama deyirəm ki açı. Yox, mən... Öyle sen bir sözün var ki. Tez deyirsən pulu neyinirsən, pulu neyinirsən. Pulu neyinilir ha? Pulu neyinilir? Bak böyle cır sepeleyeceğim aynı. 5 saatten sonra geleceğim kardeşim ben pulumu alacağım. Yeri gedir oyna. Gelirsen 1 saatten sonra